Kişiləri adətən sındıran bir şey bilsin nədir? Qadınların göz yaşıdır. Anasının göz yaşıdır, bacısının göz yaşıdır. Çox zaman bu kişiləri haqdan döndərir ha. Züheyr bin Qeynin zövcəsi, Delhəm deyilir bəzi rivayətlərdə adı. Züheyr döyüşə getmək istəyəndə, İmam Hüseyin əleyhissalamın qafiləsinə qoşulmaq istəyəndə ona dediyi söz budur ki, Allah sənin üçün xeyirlisini seçibdir. Sən ki gedirsən indi şəhid olasan, ən xeyirlisi budur. Hansı xanım öz həyat yoldaşına bunu deyə bilər? Allah deyir, sənin üçün ən xeyirlisini seçib və səndən deyir, istədiyim budur, qiyamət günü İmam Hüseynin cəddinin yanında məni də xatırlayasan. Məktəllərdə qeyd olunub ki, Ummu Vəhəb, Vəhəbin anası. Vəhəb həm özüdür, həm zövcəsidir, həm də anasıdır. Üçü İmam Hüseyin əleyhissalamın qafiləsindədir. Vəhəb gedib biraz döyüşür, yaralanır, gəlir. Gəlir, anasına deyir ki, ana razı qaldım məndən. Deyir, yox oğul, səndən hələ razı deyiləm. Peyğəmbər övladının qarşısında şəhadətə çatmayınca səndən razı olmaram. Zövcəsi ağlayır, yapışır Vəhəbin ayağından ki, mənə faciə, acı yaşatma. Getmə döyüşə, dayan da bəsdir. Deyir, oğul, baxma zövcənin sözünə. Onun göz yaşları səni haqdan uzaqlaşdırmasına. Kişiləri adətən sındıran bir şey bilsin nədir? Qadınların göz yaşıdır. Anasının göz yaşıdır, bacısının göz yaşıdır. Çox zaman bu kişiləri haqdan döndərir ha. Çoxu zaman bu cürdür. Müslim İbni Əqilin yanından qaçanların səbəblərindən biri də budur. Bacıları gəldi, anaları gəldi, övladlarını götürdülər, apardılar. Qardaşlarını götürdülər, apardılar. Ağladılar, sızdadılar, Müslümin yanından çəkdilər. Müslüm də tənha qaldı. Nəticədə Übeydullah İbn Ziyad məlun Küfəni tam ələ keçirdi. Sonuç nə oldu? Bax, sonuç gəldi, gördünüz, Kərbala yaşandı. Kərbalada belə xanımlar var, bax. Ki, Vəhəbin başı kəsilib atılanda xeyməyə tərəf anası getdi, başı götürdü, mübarək başı. Üzünün qanını silib təzdən düşmən tərəf atdı ki, biz Allah yolunda verdiyimiz qurbanı geri almırıq. Bu yalnız o insan üçün mümkündür ki, bütün pərdələr onun üçün götürüb həqiqəti görür. O elə bir həqiqət görür ki, bu müvəqqəti aləm bilir ki, körpüdür, vasitədir. Biz bunu bilmirik. Biz dildə deyirik ki, bu aləm körpüdür. Amma yaşam tərzimiz göstərir ki, yox, biz bu körpünün üstündə elə əbədiyyət yaşamaq fikrindəyik. Məsuliyyət hiss etmək, hər birinin öz məsuliyyəti vardır xanımların.